Bəli, Türkiyə, İordaniya, Çin və Şimali Koreya kimi bəzi ölkələrdə Roblox bağlanıb. Şok edici bir xəbər isə bu Roblox Azərbaycanda bağlanıb. Bəs niyə? Bunu heç düşünmüsünüz? Düşünüb cavabını tapa bilməsinizsə, bu videoda sizə Roblox'un Azərbaycanda niyə bağlandığına aid bəzi risklər və faktları açıqlayacağam. Bunların mənfi cəhətlərindən biri də odur ki, uşaqların tanımadığı insanlara ünsiyyət qurmağıdır. Və biri də, ən önəmlisi də uşaqların qorxu səhnələri ilə qarşılaşmaqlarıdır. Və bunun da hackerlara bulaşdığı da deyilir. Bəli, hər şey ATV xəbərin bir xəbər buraxışı ilə başladı. Əminəm ki, bir çox uşaqların telefonundan Roblox'u siliblər. Yəni, həqiqətən deyirəm, mənim də telefonumdan siliblər Roblox'u. Əgər belə bir problemlərlə qarşılaşmışsınızsa, yorumlarda yazmağı unutmayın. Abunə olub like atmağı unutmayın. Yeni videolarda görüşərik.